Salam dəyərli şagirdlər, bu gün biz 8-ci sinif kimya dərsliyində 1.3 və 1.4 mövzularının başlığı altındakı sualların izahına birgə baxacağıq. Əvvəlcə 1.3-dəki suallara baxaq. John Newlandın tərtib etdiyi cədvələ əsasən oxşar xassəli elementlərə misal göstərin. Bu cədvələ əsasən kükürt xassələrinə görə hansı elementlərə oxşar hesab olunur? Uşaqlar, biz mövzunu keçərkən qeyd elədik ki, John Newland məlum elementləri atomlarının kütlələrinin artması sırası ilə düzmüşdür və hər 8-ci elementin birinci elementi ilə oxşar xassəli olduğunu müəyyən eləmişdir. Gəlin onu tərtib etdiyi cədvələ baxaq. Məsələn, götürək litiumu. Litiumun özü birinci element kimi qeyd eləsək, saysaq 2, 3, 4, 5, 6, 7 və 8 olar. Deməli, nə olacaq uşaqlar? Litiumla natrium oxşar xassəli element olacaq. İndi bizdən kükürdün oxşar xassəli olduğu elementi müəyyən eləməyimizi istəyir. Məsələn, kükürdü 1 götürək. 2, 3, 4, 5, 6, 7 və 8. Deməli, kükürdlə dəmir nə olacaq uşaqlar? Oxşar xassəli elementlər olacaq. Geriyə doğru saysaq, kükürdü 1 götürdüm. 2, 3, 4, 5, 6, 7, 8 oldu. Kükürdün oxşar xassəli elementi digəri isə nədir uşaqlar? Oksigen olur. Deməli, oksigen, kükürt, dəmir, selen və bu istiqamətə doğru getdikcə bütün elementlər nədir? Bir-biri ilə oxşar xassəli elementlər olmuş olur. Daha sonra öyrəndiklərinizi yoxlayına baxaq. Döbereynerin təşrif etdiyi triadalarda hansı qanuna uyğunluq müşahidə olunur? Bunu bir misal üzərində izah edin. Triada qanunu nə idi uşaqlar? Döbereyner oxşar xassəli 3 element götürmüşdü. Ortadakı elementin kütlə ədədini tapmaq üçün birinci və üçüncü elementlərin kütlə ədədlərinin cəminin yarısını taparaq ikinci elementin kütlə ədədini tapmışdı. Yəni, gəlin bir misal götürək. Görək. Baxın elə fəaliyyət hissəsində misal götürək. Kükürdün kütlə ədədi 32-dir. Telurun kütlə ədədi 127-dir. İndi selenin kütlə ədədini tapmaq üçün x bərabərdir. Birinci kükürdün kütlə ədədini 32, telurun kütlə ədədini 127-ni cəmləyib, neynirik? Yarısına bölürük. Buradan da 159 bölünsün 2 olur. 7, 9, 79 tam onda 5 almış oluruq. Daha sonra, yəni 79 tam onda 5 onun yaxın olaraq kütlə ədədi uşaqlar. Daha sonra, Mendeleyev və Meyer'in tərtib etdikləri cədvəllərin əsas oxşarlığı nədir? Mendeleyevin tərtib etdiyi cədvəlin hansı xüsusiyyətləri qeyd oluna bilər? Biz mövzunu keçəndə qeyd elədik ki, hər iki alim elementləri atomlarının kütlələrinin artması sırası ilə düzmüşdü. Elementlər arasında dövrə oxşarlığı olduğunu müəyyən eləmişdilər. Sadəcə Meyer elementləri atom kütləsinə görə düzürdü, amma elementlərin mövcudluğunu, yəni yeni bir elementlərin mövcudluğunu, xassələrini qabaqcadan deyə bilməmişdi. Ona görə də Meyerin tərtib elədiyi cədvəl düzgün hesab olunmurdu. Amma Mendeleyev cədvəldə özü boş xanalar saxlamışdı. Kəşf olunmamış elementlərin yerini, hətta xassələrini də qabaqcadan demişdi. Daha sonra da bu elementlər, məsələn, qalyum, germanium elementləri kəşf olundu və bununla da göründü ki, Mendeleyevin dediyi fikir doğrudur. Mendeleyev həmçinin cədvəlin özünü tərtib eləyəndə 12 dövrdən və 8 qrupdan istifadə elədi. Eyni şagirli sütunda yerləşən elementlərin fiziki və kimyəvi xassələrinin də oxşarlığını nə eləmişdi uşaqlar? Mendeleyev özü müəyyən eləmişdi. Ona görə də Mendeleyevin tərtib etdiyi cədvəl daha düzgün hesab olunduğu üçün Meyerin tərtib etdiyi cədvəldən qəbul olunmadı, Mendeleyevin cədvəli qəbul olundu. 1.4-ə baxaq. Görək orada bizə nə verib? Aha. Atom nömrəsi 1,20 olan elementlərin elektron formulu və dövrü cədvəldə yeri arasındakı uyğunluqdan istifadə edərək atom nömrəsinə əsasən elementin dövrü cədvəldə yerinin müəyyən olması üçün hansı qaydanı təşrif edərdiniz? Qaydanızı berilyum, flor, alüminium, kükürt və kalium elementləri nümunəsində yoxlayın. Yazaq. Gəlin, berilyumun əvvəlcə elektron formulunu yazaq uşaqlar. 1s2, 2s2 şəklində yazırdıq. Uşaqlar, elementin dövrünü və qrupunu müəyyən etmək üçün nə etməliyik? Baxın, elementin sonuncu energetik səviyyəsi elementin yerləşdiyi dövrü göstərəcək. Sonuncu energetik səviyyədə yerləşən, yəni olan elektronların sayı isə bizə elementin yerləşdiyi qrupu göstərəcək.
S ilə P bizdə əsas yarım qrup elementləri idi. Yəni, tutaq ki, 1A kimi qeyd edirdik. Tutaq ki, deyirəm, 1A kimi qeyd edirdik. Amma D elementləri olduqda isə bizdə nə idi uşaqlar? Əlavə yarım qrup elementləri, yəni 1B kimi qeyd edirdik. İndi biz görürük ki, buradan berilyum üçün sonuncu energetik səviyyəmiz 2-dir. Yəni, ikinci dövrdə yerləşəcək. Elektron sayı nə qədərdir uşaqlar? 2 olduğu üçün 2A qrupunda yerləşəcək. İndi flora baxaq. Elektron formunu yazsaq 1s2, 2s2, 2p5-dir. Sonuncu energetik səviyyəmiz S ilə P olub. Deməli, ikincidir. İkinci dövrdə yerləşir. Çünki nədir uşaqlar? Sonuncu energetik səviyyəmiz ikinci dövrdür. İkinci dövr. Elektron sayımız nə qədər uşaqlar? 2 üzərinə gəlsin 5. S və P olduğu üçün 7A qrupunda yerləşmiş olacaq. Daha sonra baxaq alüminiuma. Alüminium 13. 1s2, 2s2, 2p6, 10 oldu və 3s1. Sonuncu energetik səviyyəmiz nə idi uşaqlar? Elementin yerləşdiyi dövrü göstərdi. Yəni, üçüncü dövr. Üçüncü dövr. Elektronlar isə qrupu göstərirdi. 1A qrupu olacaq. Bu da oldu bizim üçün alüminium. Kükürt üçün yazaq. 1s2, 2s2, 2p6, 3s2. Nə qədər oldu? 2, 8, 10, 12 və 3p4. Deməli, bu nə olacaq uşaqlar? Üçüncü dövr. Elektronlar da cəmləsək 6-cı A qrupu olacaq. S ilə P olduqda əsas yarım qrup elementidir. D olduqda isə əlavə yarım qrupu, yəni B yazırdıq burada. 6B kimi qeyd edirdik. Amma bu nədir? S və P olduğu üçün əsas yarım qrup elementi olacaq. Daha sonra kaliumu yazsaq 1s2, 2s2, 2p6, 3s2, 3p6 və 18 oldu. 4s1. Sonuncu energetik səviyyəmiz 4. Dördüncü dövr. Nə olacaq uşaqlar? 1A qrupu olacaq. Da belə. İndi deyiləm ki, aydın oldu. Öyrəndiklərinizi yoxlayına baxaq. 5-ci qrup elementlərini rum rəqəmləri ilə əsas və əlavə qrup göstərməklə, 4-cü qrup elementlərini isə 1-dən 18-ə qədər nömrələnməklə ifadə olunmuş qruplarını müəyyən edin. Uşaqlar, 5-ci qrup elementlərin rum rəqəmlərini göstərdiyinizdə göstərdik. 5A, 5A və 5B. Düzdürmü? 5A-nın nömrəsi nə idi uşaqlar? 15 idi. 5B-nin nömrəsi nə idi uşaqlar? 5 idi. İstəyirsiniz baxın, gəlin onu cədvəldə də göstərim sizə. Biz nə qeyd eləmişdik? Baxın. 1 dəqiqə 5A. Harada yerləşir uşaqlar? Görürük ki, 5A hanı? Azot, fosfor, arsen, stibium, bismut 5A idi. 5B isə bizdə nə idi? Vanadium, niobium, tantal və dubnium isə 5B idi. Yəni, bu elementləri biz sadəcə 5B qrup elementlərini biz keçid elementləri adlandırırıq. 5A qrup elementlərini isə biz, uşaqlar, baxın, nədir 5A? Azot yarım qrup elementlərini adlandırırıq. Biz indi buradakı 5B və 5A-nı da qeyd eləsək, görürük ki, sıra nömrəsini görürüm, harada qeyd eləmişdilər, baxın. Görürük ki, nədir uşaqlar? 5-ci nömrədir. 5B qrupudur bu. Bu da nədir? 5A qrupu. 5A qrupu nədir uşaqlar? 15-ci nömrə olacaq. Yəni, bu dediyim nömrələr oradan çıxır. Daha sonra bizə deyir ki, 4A qrup elementlərinin isə 1-dən 18-ə qədər nömrələməklə ifadə olunmuş qruplarını müəyyən edin. 4-cü qrupun da uşaqlar, 4A qrupunda baxın. Nədir? Sıra nömrəsi 14-dür. Yəni, 4A-nı nömrə olaraq qeyd eləsək 14 olar.
4A qrup elementlərində yerləşənlər karbon, silisyum, germanium, stannum, qurğuşun. Yəni bura qədər bilsəniz, ən önəmli olanlar bunlardır. Bunları da qeyd eləmək olar. Bu qədər. Yəni sualın uzunluğu sizi qorxuzmasın. Bunlar da qrupunu müəyyən elədik. Elementlərin dövrü cədvəlindən istifadə etməklə hidrogen, brom, karbon, dəmir, kalium və flor elementlərini qruplaşdırın. Eyni qrupda olanlar və eyni dövrdə olanları müəyyən edin. Uşaqlar, indi bizdə deyir ki, dövrü cədvəldən istifadə etməliyik. Dövrü cədvəldən istifadə etmək üçün bircə dəqiqə mən dövrü cədvəli açım. Qaydacam indi sizə. Aha, indi bizdən hidrogen, brom, karbon, dəmir, kalium və florun hansının hansı eyni qrupda yerləşdiyini və yaxud da eyni dövrdə yerləşdiyini müəyyən etməliyik uşaqlar. Baxın, bunlar nədir bizdə? Dövrlərdir, qeyd edilibdir. Bunlarsa nədir bizdə uşaqlar? Qruplardır. İndi baxaq bir-bir. Görək nələr hansı eyni qrupdadır, hansı fərqli qrupdadır, hansı eyni dövrdədir, hansı fərqli dövrdədir. Bizə verib məsələn hidrogen, bir də məsələn baxın, hidrogen görürük ki, bir də kaliumu görürük ki, nədir? 1A qrupunda yerləşir. Deməli hidrogenlə kaliumu eyni qrupda yerləşən kimi qeyd edəcəyik. Daha sonra baxaq bizə nə verib? Bizə verib flor verib. Aha, baxın, flor, bir də brom nədir uşaqlar? Eyni qrupda yerləşib, yəni 7-ci A qrupunda yerləşdiyinə görə bunlar da eyni qrupda yerləşən kimi qeyd edəcəyik. Daha sonra baxaq görək eyni dövrdə yerləşənlər varmı? Eyni dövrdə yerləşən. Aha, baxın uşaqlar, eyni dövrdə yerləşənlər baxın. Karbon, bir də flor, neyinibdir uşaqlar? Eyni dövrdə, yəni nədir? İkinci dövrdə yerləşib. Deməli, biz karbonla floru da eyni dövrdə yerləşən kimi qeyd etməliyik. Daha sonra baxsaq, bizə verib kalium var, brom var. Baxın, kalium, brom, kalium, brom, bir də dəmir neyinib uşaqlar? Eyni dövrdə yerləşib. Bu, bizdə eyni dövrdə yerləşən deməkdir. Bu demək deyil ki, bunlar bununla bura, yəni ayrı-ayrı dövrlərdir. Xeyr, bunların kaliumda, dəmirdə, bromda hər biri nədir? 4-cü dövrdə yerləşir. Ona görə də bizdə eyni dövrdə yerləşənlər hansılar oldu? Karbonla flor oldu. Kalium, dəmir, brom eyni dövrdə yerləşdi. Eyni qrupda yerləşənlərsə hidrogenlə kalium 1-ci qrupda yerləşdi. Florla da brom 7-ci qrupda, yəni eyni qrupda yerləşən elementlər oldu. Suallarımız yekunlaşdı uşaqlar. İzahımız bu qədər idi. Kanala dəstək olmaq üçün abunə olub, rəy yazıb, videonu bəyənə bilərsiniz. Gələcək mövzuların izahında görüşənə qədər.